12'si ettiğim zaman 2028 مرج البحرين Dolanım boynuna kara bakımda düşman at oynadı araz boyunca kalbim kan ağlayır bu genç yaşımda gel boyuna kurban ay vatan o kalbim kan ağlayır bu genç yaşımda gel boyuna kurban ay vatan o Şuşa yaylağını siz duman aldı kar bülbülünün gözleri doldu Topxana meşesi saçılıyor Gel boyuna kurban ay vatan o Şuşa yaylağını siz duman aldı kar bülbülünün gözleri doldu Topxana meşesi saçılıyor Gel boyuna kurban ay vatan o Gel boyuna kurban ay vatan o وعلي زين العبد إمامي ومحمد الباقر علم النبي إمامي وجعفر الصادق إمامي وموسى الكاظم إمامي وعلي الرضا إمامي ومحمد الجواد إمامي وعلي الهادي إمامي والحسن العسكري إمامي والحجة المنتظر هؤلاء صلوات الله عليهم أجمعين Bu günləri hər birimiz səhəri az xəbərən açdıq. Qazimiz Zeynalov Coşqun Çingidoğlu'nun dünyasını dəyişməyə xəbərim. Coşqun haqqında təsiratlarım böyüdür, çünki Coşqun həm də mənim şagirdim olub. Onu mən uşaqlardan tanıyıram. Çox mərifətli, qabiliyyətli bir uşaqdır. Və bilirsiniz ki, həm də vətən müharibəsi iştirakçısı oldu. Ondan sonra danışıqlarımı xatırlayıram. Bir 20 gün əvvəl olardı, mən xəstələnmişdim. Coşqun bunu hardasa bildi. Və mənə səs atdı ki, müəllim, eşitdim xəstələnmişsən, müğayət ol. Hansı ki, həmin vaxtı Coşqunun özünün ağrıları çox ağrınazalı vəziyyətdə idi. O vəziyyətdə belə o öz müəllimi ilə, öz komandiri ilə maraqlandı. Yəni, həqiqətən də bizim hər bir qazimiz özüdür qəhrəmandır. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz öz qanların, canların, bu torpaq üçün, bu millət üçün, bu dövlət üçün qurban verərək o qəhrəmanlıq zirvəsinə uzaldı. Amma qazilərimiz də bizim qəhrəmandır.
Coşkunu tanıyanlar bilir. Necə tərbiyəli, əxlaqlı, mənəvi, böyükçü yerin bilən. Ancaq mən üçün həqiqətən də Coşkun tam başqa bir oğludur, tam başqa bir igididir. Yenə deyirəm, o vəziyyətdə, özünün o ağırlar çəkən halında, o mənə səs ataraq, mənə zəng eləyərək ki, müəllim, eşitdim, xəstələnmişsiniz. Yəni, bu insanın digərlərinə qarşı, böyücə qarşı hörmətinin bariz nümunəsidir. Çünki sən həqiqətən də çox əziyyətlər çəkdin. İstər Coşkun anasın o xəstəlik dövründə. Mən bu ailəni əvvəldən tanıyıram, əvvəldən bu ailənin yanında olmuşam. Çox şeyləri bilirəm. Və hər bizdən də Allah razı olsun. Təşəkkür edirəm ki, bizim qazimizin dəfn mərasimində budur iştirak elədir. Və uzaqdan gələnlərini də mən görürəm. Son olaraq mən rayon icra hakimiyyətinin başçısı adından, şəhid ailərimizin adından, qazilərimizin burada olan və olmayan qazilərimizin adından, hansı ki, hələ ki bəzilərinin xəbəri yoxdur. Başsağlığı verirəm Çingiz. Allah kömək Bundan biz 6-cı qazimizlə xudafizləşirik müharibədən sonra. Allah rəhmətə gedən qazilərimizə rəhmət eləsin. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Amin. Həqiqətən də bizim evimiz, obamız qəhrəmanlar diyarıdır. Bax, son olaraq yenə deyirəm, bunu hər kəs bilsin. 267 şəhid, Allah cəmi şəhidlərə rəhmət eləsin. 2500-ə yaxın qazi, yəni müharibə iştirakçısı. Bu say onu göstərir ki, bizim Cəlilabad əhalisi həqiqətən də qəhrəman əhalidir. Biz həmişə dövlətimizin, millətimizin yanında olmuşuq. Onu qanımızla, canımızla qorumağa bacarmışıq və bundan sonra da bacaracaq. Bir də Allah rəhmət eləsin, Allah yanında olsun. Hər zaman yanındayıq. Sizlərin də hər birinə təşəkkür edirəm. Çox sağ olun. Hamımızdan da xahiş edirəm, ayrı-ayrı zəhmətli halal edirəm. Allah'ın zəhməti var hamının boynunda. Zəhmət çəkibsiniz, Allah ruhunu şad eləsin. əziyyət çəkibsiniz. Allah razı olsun. Allah sizə səbir versin. Allah səbir versin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme gfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat. Hakkı Muhammed ve bil Fatiha. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahümme salli ala Muhammed. Lem yelid ve lem yulad ve lem